Ağa Nemətullah və Fətəli xan Xoyski küçəsinin kəsişməsidir. Bir çox sürücülər bu yol nişanını hələ də səhv salırlar. Elə bilirlər ki, svetofor işlədikdə belə yol onlarındır, yəni qarşıdan gələn maşınlara yol verməməlidirlər. Amma əslində belə deyil, səhv salmamaq üçün Aqil müəllimi dinləyin. Sürücülərin bəziləri doğrudan da bu yol nişanını səhv salırlar. Baş yolun istiqamətinin dəyişməsi nişanına baxaraq elə bilirlər ki, sola dönəndə də yol onlarındır. Əslində necədir? Svetofor işləyəndə baş yol ver, stop nişanları qüvvədən düşür. Eyni zamanda baş yolun istiqamətinin dəyişməsi nişanı elə bil ki, sürücü üçün yoxdur. O svetofora baxmalıdır, sola dönəndə qabaqdan düzünə və sağa gedən maşınları buraxmalıdır. Bəs bu nişanın onda mənası nədir? Niyə qoyulub? Elə vaxt ola bilər ki, svetofor işləməsin və yaxud yanan, sönən rejimdə işləsin. Bu zaman yalnız bu nişanlara baxmaq lazım. Bu zaman bu nişan qüvvəyə minir. Bu zaman bu nişanlar qüvvəyə minir və buradan sola dönən avtomobillər qarşıdan gələnlərə nisbətən üstünlüyə malikdirlər.